Salam məktəb birdən riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videosunda moda, median və ədəd ortanın necə tapılmasına baxacağıq. Əvvəla bunu deyim ki, bu video 10-cu dərs videosundan alınmış bir hissədir. Əgər istəsəniz o videoda baxa bilərsiniz. Orada biz bu mövzulardan əlavə ədədin kəsr hissəsinin tapılması və ədədin standart şəklinə də toxunmuşuq. Gəlin bu dərsimizə keçək. Hər birini ardıcıl olaraq tərifini deyəcəm, sonra bir misal üzərində hamısını tapacağam. Birinci başlayaq. Ədədlərin cəminin onların sayına nisbətinə həmin ədədlərin ədədi ortası deyilir. Bir sadə düstur kimi yaza bilərik ki, ədədi orta bərabərdir ədədlərin cəmi bölünsün ədədlərin sayı. İkincisi, ən çox təkrarlanan ədədə moda deyilir. Ağlınızda tutaq ki, bir paltar moda olanda hər yanda görmürük o paltarı. Bu da ən çox təkrarlanan ədəd olduğu üçün moda deyilir. Üçüncü, ədədlərin sırasını kiçikdən böyüyə düzdükdə orta qalan ədədə median deyilir. Və bir şey diqqət etməliyik ki, əgər ortada 2 ədəd varsa, bu zaman həmin ədədlər toplanıb 2-yə bölünür. İndi bir dənə məsələ üzərində hər birini tapmağa çalışaq. Məsələn, burada həm ədəd ortanı, həm modanı, həm də medianı tapmağa çalışaq. Əvvəla ədəd ortanı tapaq. Nə dedik? Ədədlərin cəmi bölünsün ədədlərin sayı. Ədədi orta bərabərdir. Baxın, ədədləri əvvəlcə toplayırıq ən üstə. 3 üstəgəl 16 üstəgəl 8 üstəgəl 20 üstəgəl 3 üstəgəl 56 üstəgəl 7. Sonra neyini sayına bölünür? 1 2 3 4 5 6 7. 7 dənə də ədədimiz var. Bölürük 7-yə. Bərabər neçə olur? 112 bölünsün 7, o da edir 16. Burada modanı necə tapırıq? Dediyimiz kimi ən çox təkrar ədədlərimiz modadır. Gördüyünüz kimi hamısı bir dənədir, amma 3-dən 2 dənədir. Demək ki, bizim modamız neçədir? Təbii ki də 3-dür. Geriyə qaldı median. İndi medianı tez belə tapa bilməliyik. Median üçün biz kiçikdən böyüyə düzməliyik. Gəlin kiçikdən böyüyə düzək. Bu zaman belə olar. 2 dənə 3. Sonra 7. Sonra 8. Sonra 16. Sonra 20. Sonra 56. İndi biz nə dedik? Ən ortada qalan ədədimiz median adlanır. Sağdan və soldan bir-bir silməyə başlayaq. Bir ədəd soldan, bir ədəd sağdan. Bir ədəd soldan, bir ədəd sağdan. Bir ədəd soldan, bir ədəd sağdan. Gördüyünüz kimi ortada qalan ədədimiz 8-dir. Demək ki, bizim medianımız neçə imiş? 8 imiş. Həmçinin belə də baxa bilərsiniz. Solda da 3 ədədimiz var, sağda da 3 ədədimiz. Tam ortada 8-imiz yerləşir.